300 bal toplamağımın ən böyük sirri əzmlə, qətiyyətlə çalışmağımdır. Əsas birinci şərtlərdən biri şagirdi düzgün yönləndirməkdir. Sumqayıt şəhərinin fəxri olan Telman Əsgərov növbəti uğuruna imza atıb. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Milli Qəhrəman Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olan Telman buraxılış imtahanlarında maksimum nəticə göstərərək 300 bal toplayıb. Bu nailiyyət onun yüksək səviyyəli hazırlığının, əzminin və zəhmətinin bariz göstəricisidir. Telman Əsgərovun bu uğuru yalnız onun ailəsini və müəllimlərini deyil, həmçinin oxuduğu məktəbi və bütövlükdə Sumqayıt təhsil ictimaiyyətini sevindirib. Onun dərsə olan marağı, mütaliə olan həvəsi, məqsədyönlü fəaliyyəti həmyaşıtlarına nümunə göstərilir. Mənə görə əlaçı termini, yəni sadəcə 5 alan şagirdlər üçün deyil, bütün fənləri 5 ilə bitirən şagirdlər üçün deyil, özü üzərində çalışan, həqiqətən əzmkar və qətiyyətli şagirdlər üçündür. 300 bal toplamağımın ən böyük sirri əzmlə, qətiyyətlə çalışmağımdır və əlbəttə ki, bundan əlavə fərqli müxtəlif mənbələrdən tapşırıqlar işləməyimdir. Sadəcə müəllimin tapşırıqları ilə kifayətlənməməyimdir. Əslində mən də çox gözləmirdim 300 bal toplamağımı. Ancaq imtahanı verib ondan sonra çıxanda evə gəlib cavablarımı yoxlayanda gördüm ki, qapalı sualların hamısı düzdür. Daha sonra açıq suallarımı da yoxlayanda Dimin paylaşdığı xüsusi cavablarla onları da görəndə ki, hamısı düzdür. Artıq 300 bal istəməyə başladım. 700 bal bəli hədəfimdə var, hər bir gəncin toplamaq istədiyi bal kimi. Yaxın gələcəkdə ali məktəbə qəbul olub informasiya texnologiyaları sahəsində özümü inkişaf elətdirmək istəyirəm və böyük şirkətlərdə proqramçı kimi özümü görürəm. Müəllimlərimin adını xüsusilə vurğulamaq istəyirəm. Əvvəla məktəbimizin direktoru Araslan müəllimə, Azərbaycan dili müəlliməm Aytən İslamzadəyə, riyaziyyat müəlliməm Aytən Nəcəfovaya, ingilis dili müəlliməm Aygün Zöhrəbovaya və ibtidai sinifdən bu yana mənə hazırlaşdıran Əsədət müəlliməyə təşəkkürümü bildirirəm. Məktəb müəllimləri bildirirlər ki, Telman dərslərində daim fəal olub, suallara həmişə doğru və məntiqli cavablar verib. Onun bu nəticəyə çatmasında həm ailəsinin, həm də müəllimlərin böyük rol olub. Mən Telmandan bu uğuru gözləyirdim. Hər yerdə də deyirdim ki, bu uşaq 300 bal toplayacaq, maksimum balı toplayacaq. Çünki Telman dərslərdə olduqca fəal idi və dərslərə o qədər diqqətlə yanaşırdı. Sualları, qaydanı başa düşmədən suallarından əl çəkmirdi. Davamlı şəkildə, intensiv şəkildə bu sualları verirdi. Və onun dərsə hazırlıqlı gəlməsi, davamiyyəti, dərslərinə münasibəti mənə bir daha əmin elədi ki, bu uşaq vaxt gələcək, bu uğura qədəm qoyacaq. Bəli, o gün bugündür ki, o bu uğura imza bastı. Bu balı toplayan uşaq 700 də toplayar. O potensiala malikdir, çünki dəfələrlə olimpiyadada yer tutmuş uşaqdır. Telmanın qarşısında böyük hədəfləri var. O, gələcəkdə ali təhsil müəssisələrində təhsilini davam etdirərək ölkənin inkişafında pay sahibi olmaq istəyir. Bu uğur onun üçün başlanğıcdır. Daha böyük zirvələrə doğru atılan ilk addımdır. Bunun da başlıca sirri 28 nömrəli tam orta məktəbdə olan güclü ibtidai sinif müəllimləri və yuxarı siniflərdəki fən müəllimləridir. Çox şükürlər olsun ki, bizim müəllimlərimiz bunu bacarıb. Və bu gün də biz bunun bəhrəsini görürük. Telman və digər şagirdlərimiz daha yüksək nəticə göstərirlər. Tək buraxılış imtahanlarında yox, bizim sabahın alimlərində, fən müsabiqələrində, fən olimpiyadalarında yüksək nəticələrimiz var. Bunların hamısına görə mən 28 ailəsinin müəllimlərinə öz təşəkkürümü bildirirəm. Həqiqətən sağlam rəqabət var. Bütün müəllimlərimiz var gücü ilə çalışır. Şagirdlərimizin öyrənməsi üçün əllərinə gələni edirlər. Buna görə mən öz müəllimlərimə borcluyam. Bugün yüksək nəticəyə görə də yenə onlara təşəkkür edirəm. 163 şagirdimiz bu il 11-ci sinifi bitirmək üzrədir. Onlardan 57 şagirdimiz 200 plus bal toplayıb, 19 şagirdimiz 250 plus bal toplayıb və bir şagirdimiz maksimum nəticə göstərərək 300 bal toplamışdır. 27 şagirdimiz isə fərqlənmə attestatına düşür. Fərqlənmə attestatı nəticəsini göstərmişdir. Sumqayıt təhsilinin uğurudur, dövlətimizin təhsilə göstərdiyi qayğının uğurudur. Buna görə də biz məktəb direktoru olaraq həm mən, həm bizim kollektivimiz hamımız sevinirik. Bu möhtəşəm nəticəyə görə Telman Əsgərovu təbrik edirik. Gələcək imtahanlarında və həyat yolunda ona böyük uğurlar arzulayırıq. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Denas TV üçün.